Facebook sosial şəbəkəsi 10 yaşını qeyd edir. Belə ki, 2004-cü il fevralın 4-də Mark Zuckerbergin yaratdığı Facebook indi dünyanın ən çox istifadə olunan sosial şəbəkəsidir. Bu sosial şəbəkədən istifadə edənlərin sayı artaraq 1,2 milyard nəfərə çatıb. 2003-cü ildə isə ümumi istifadəçilərin sayı əvvəlki ilə nisbətən 16% çoxalıb. İndi Facebookdan gün ərzində 757 milyon insan istifadə edir. Onlar gündə sayta 350 milyon foto yükləyir və bir-birlərinə 10 milyarddan artıq məlumat göndərirlər. Facebook serverləri bir gündə 500 terabayt informasiya qəbul edir. 2004-cü ildən indiyədək 1 milyarddan artıq insanı bir yerə toplayan Facebook nədənsə şəbəkələr içində insanı ən çox bədbəxt edən şəbəkə kimi tanınır. Şəbəkə sahibi tərəfindən dəfələrlə dəyişdirilsə də, qeyri-inandırıcı hər hansı bir məlumatdan istifadəçini blok etsə də, bugün şəbəkədən zərər çəkənlər, aldadılanlar hələ də var. Həm də kifayət qədər. Üstəlik digər şəbəkələrlə müqayisədə Facebooka maraq göstərənlərin sayı olduqca çoxdur. Azərbaycandan 279.100 istifadəçinin qeydiyyatdan keçməsi, son illər ərzində istifadəçilərin sayının 2 dəfə artması buna əyani sübutdur.